Salam aleykum, hamını yeni videodan salamlayıram. Gəlmişik avtoproyektə. Demək, videonun adından da gördüyünüz kimi maşınımız 52.000 probegdədir və bu günlərə geniş ətraflı danışacağım sizə ki, maşında nə var, nə yox. Və birinci başlayırıq diaqnostikadan. Demək, maşın birinci diaqnostika olunur. Hər ehtimalı eləyirəm, əslində maşınla bağlı bir problem yoxdur. Hər ehtimala yoxlatdırıram ki, birdən nəysə olar. Yani Korobka ilə bağlı sansa şahidiniz olmuyor. Sağ arxa şüyə. Yok. Gayet ha, sağ arxa şurada. Ya bu bütün last communication'larda elə bu korobka ilə əlaqəli olan. Yo, indi yox. Bunlar hamısı history'dir. Olub keçib. Amma hal-hazırda bir Aktual problemi var? Yox. Yoxdur. Ola silinir. Usta bir də batareyaları yoxlamaq olur. Bəli, batareykanın neyiniz deyirsiz yəni? Ümumi diaqnostikada indi Ümumi diaqnostika burada bizə göstərir. Yəni, hansı yaçeykasında problem, olsaydı, azalma? Təbii ki, nəsə olsaydı, birdən dizbalans pozulsaydı, batareykanın hansındasa bir problem olsaydı, sırası bizə göstərəcək. İndi mən çalışacağım sizə biraz da ətraflı batareykanla bağlı göstərim. Voltajlara indi, girişlər, çıxışlar. Burada yaxşı olar. Keçək. Bizə görə kodu var məsələn. Heç batareyanın özündə də kodu yoxdur. Söz yoxdur. Bu da sizin üçün yeni Kim Plus'dur. Bizim qrupumuzun üzvüdür. Yəni link var. BD qrupunun aşağıda linki var. Görə bilərsiniz. Bu da bizim qrupumuzun üzvüdür. Avtoproyektə gəlib. Maşının ilk yağ dəyişməsi idi. 4000 probegdə idi. Gözəl. İnşallah bu maşınların çəkişləri olacaq. Maşın Sil 05'dən daha maraqlı gəldi. Diaqnostikadan sonra indi keçirik yağ dəyişməyə və razval balans olacaq deyə indi usta təkərləri yerində çıxaracaq, aparacaq balansa və burada elə yağı dəyişiləcək və filtrləri inşallah. Mən də yavaş-yavaş sizə maşının olmayan problemlər haqqında deyəcəm. Diaqnostikada gördüyünüz kimi heç bir problem çıxmadı. Olan bəzi çıxan xətalar da tarixçəyə düşüb də, yəni history bölməsinə düşüb. Yəni aktual heç bir problemi yoxdur maşının. İndi yenə də periodokunu da deyəcəm yoxlasınlar. Yəni problem yoxdur deyirəm, amma mənim hiss elədiyim yoxdur. Və bugünkü gün 52.000 kilometrə qədər maşının heç bir problem mənə yaşatmayıb. Yəni gördüklərim hamısı rasxodniklər olub. Yəni yağı, filtri dəyişilib, təkərlərin yeri dəyişilib. Təkərlər də hələ ki dəyişilməyib. Gördüyünüz kimi. Maşında demək bir dənə xəta var idi. Onun haqqında sizə danışacağım. Mən hər 10.000 kilometrdən bir razval balans eləyib təkərlərin yerin dal-qabaq və yaxud da X varı dəyişəndə demək məndə monitorda göstərir ki, qabaq sol təkərdə problem var. Yəni havasında. İndi onu çalışacağım burada düzəltdirim. Arxa sağ təkərdə arasında deşik var. Demək xətada məndə göstərirdi ki, dediyim kimi qabaq sol təkərdə əslində təkərlərin yer dəyişilib qabaq sol arxaya keçib deyə o beynə qabaq sol olaraq ötürürdü. Təkərin havasını vurdum, doldurdum. O xəta, yəni işıq ki var, sarı işıq.
o aradan qalxdı. İndi burada arxa sol təkərin deşiyini tapıb onu da yamatdırarıq. Və salam, başqa bir problemi yoxdur. Və yağımız süzülür burada. Filtri çıxarıldı. Bu arada maşının alt hissəsində kəsirlər var. Ötən vlogdan izləyənlər bilir. Burada da balans işləri gedir. Təkərdəki həmən o yer tapıldı, mıx batmışdı. Onu çıxartdıq. Yəni 52.000 getmiş təkərlərdir. Təkərlərin vəziyyətini görə bilirsiniz. Vaxtında dəyişəndə, razval balans eləyib yerin dəyişəndə təkər bu belə qalır. Demək, yağ əlavə olundu. Perodok tam olaraq yoxlanıldı. 3 litr 200 yağımızı tökdük. Yağı da sizə göstərəcəm. Orada boçka yağından mən istifadə edirəm. Bir xeyli zamandır. Yəni təxminən o boçka yağı ilə bir 40 min sürmüşəm. Yəni bildiyinizlərdən deyil, tam orijinaldır. Tam arxain ola bilərsiniz. İndi hava filtrini çıxarıldı. Baxın, yağımız da budur. Amsoil 100% sintetik 0.20 və əsas məsələ də SM plus olması da, yəni kodirovkası da bizə düz gəlir. AP, SP, SM plus, yəni sırf bizim maşınlar üçündür, yəni. Digər yağlar da var, yəni rahatsızlıqla və yaxud da istədiyiniz də yağı gətirib servisdə dəyişdirə bilərsiniz. Necə ki, bayaqları bir qardaş gəlmişdi, özü ilə bir yağ gətirmişdi. O da mümkündür. Gətirirsiniz, dəyişirlər və sizi yola salırlar. Və bu günləri həm salon, həm də hava filtrində dəyişirik. Növbət keçən 2 dəfədə dəyişməmişdim. İndi hava filtri dəyişildi. İndi birazdan salon filtrində dəyişəcək. Düzü bu 3 litr 200 ilə tökdüyümüzdə gəlir burada dayanır. Zaten maşının da öz kitabçasında deyildiyi kimi maksimumla minimumun ortasında olmalıdır. Antifrizi də yoxlanıldı, keyfiyyəti, hər şey qaydasında. Hər iki filtri dəyişdik. Все. Ümumi olaraq da perodok hissəsi, rulovo, yağ axıdan yer, buraxan, yəni hər bir şey yoxlanıldı. Şükür Allah, bir problemi də olmadı. 52 minə qədər də, yəni bu günlərdə belə elədik. İndi bu günlər biraz vaxtım yoxdur. Bir yaxın günlərdə gələcəm inşallah. Və videosu da kanalda olacaq, izləmədə olun. Demək, dəyişəcək maşında korobkanın yağın neçə litr gedir, hansı yağdan tökmək lazımdır, filtr falan, qiymətlər hamısı inşallah ki çəkiliş edib paylaşacağım. Sonuncu işləri görülür, razval olunacaq, qiymətləri də inşallah ki bir-bir deyəcəm indi sizə. Və razval balans oldu maşınımız. İndi ümumi olaraq da sizə qiymətləri deyim, biləsiniz. Demək, filtrlərin ikisi bir yerdə oldu 35 manat. 20 hava, salon 15. 85 manat oldu yağ filtrlə bir yerdə və zəhmət haqqı. 35 manat oldu razval balans, 40 manatda onları da 5 manat endirim eləyirlər 35 manatdan. Və kompüter diagnostikası 30'dur normalda, onu da eləyirlər 25 manata. Və ümumilikdə 180 manat pulumuz çıxdı bu günləri, bu gördüyümüz bütün prosedurlara. Ümumi olaraq da maşında gördüyünüz kimi, yəni heç bir problem çıxmadı, yoxladılar ustalar, şükür Allah. Problemsizdir. Mənim maşınım 52 mindədir, amma ondan daha çox sürülən maşınlar var əlbəttə ki. Bir qardaşla yazmışam. Hələ ki xəbər gözləyirəm. Kim Plus'dur BYD-nin. Yəni eyni şeydir də. Yəni o gedibsə bu da gedəcək. Nəticəsini vermək olur. Onunla inşallah çəkilişini eləyəcək və görək onda nə problemlər olub. Və ümumi olaraq da indi salonu da biraz sizə göstərəcəm. Baxasınız. Buyurun baxın, yəni bu
bizim sükanımız. Shit. Panel gördüğünüz kimi, yəni hər hansısa bir knopkasında rəng getmələr falan varsa siz özünüz rəylərdə bildirin. Yəni rulun üzərində olan, yəni multimedia sistemində falan, yəni indi arxanda göstərəcəm. Bu Sizenka biraz sizdən asılı olan bir şeydir, yəni çirklənib, cırılıb falan olması, yəni əsas odur ki, baxın bu hissələrdə görürsünüz, yəni sökülmə falan, belə bir şeylərin olması şuralar yoxdur. Eyni şey də arxalara aiddir. Buyurub baxa bilərsiniz. Qapılar. Sizenka'nın arxa hissələri. Düzdür, buralar biraz şişlidir. Baxın, yəni izləyənlərdən bilmirəm kimlərsə var yoxsa yox, amma bir çoxlarının bəyənmədiyi Çin maşını, iqruşka falan dediyi maşın budur. Azdır probek, okey, yəni gəlin probeki də sizə göstərim. 30.000 hibrid rejimdə gedib, 21.000 elektrik rejimdə gedib və ümumi kilometrajımız da 52.128-dir. Mən də nəticədən razıyam, vallahi maşından da razıyam. Kimlər ki soruşur, maşın necədir falan filan, yəni bu videonu atın ona, izləsin, baxsın. Kimlərə ki maraqlı idi, izlədi. Videonu da bəyənin zəhmət olmasa. Kimlər ki maraqlıdır maşınlara, onlara da göndərə bilərsiniz. İzləsinlər, baxsınlar. Yəni kanalda bütün bu maşın haqqında bütün incəlikləri, maşının incələmə videosu da olub və ara sıra da yəni gördüyünüz kimi servis vloglarımız olur. Servis vloglarında da nə var, nə yox, hamısını açıq, aşkar şəkildə deyirəm. Çünki bu maşını mən özüm almışam. Heç bir şirkət mənə, yəni heç bir şirkət deyəndə ki, BYD şirkəti bu maşına görə mənə pul ödəmir ki, mən durmalarım maşının bəy tərif eləyim. Yəni bəzi blogerlər kimi, yəni maşın mənə hədiyyə verilməyib ki, durum mən də onun hər hansısa bir şeylərin gizlədim. Nə varsa açıq aşkardır. Hər şey göz qabağındadır, yəni buyurub baxa bilərsiniz. Bir də bir xatırlatma da eləyim. Çox xahiş edirəm, həddindən çox vaxtım gedir ona. BYD qrupa kim ki üzv olmaq istəyir, yalnız BYD sürənlər müraciət eləsinlər. Zaten BYD sürməyənləri mən qrupa əlavə etmirəm. Yəni bu bir mənalı olaraq başa düşün və bir şey deyim də sizə. Məsələn, mən ora hamını əlavə eləsəm, qrupda 100 nəfər tamaşaçı qismində gələcək. 5 nəfər cəmi B-də sürənlər olacaq. Ona görə də o qrupun heç bir mənası qalmayacaq. Ona görə də BYD sürürsünüzsə, buyurun. Hər hansısa bir sualınız varsa, olarsa, köməyə ehtiyacınız olarsa, qrupa yaza bilərsiniz. Servis vlogumuzdan da bu qədər. Ümid edirəm ki, hər şey sizə çatdırıb göstərə bildim və 50.000 getmiş maşında nəyi var, nəyi yox, hamısını sizə çatdıra bildim. İnşallah ki, gələn videolarda səslənərik. Özünüzə yaxşı baxın. Sağ olun.